Salam uşaqlar, demək sifəti izah eləməyə çalışacağam, nə qədər vaxtım çatacaqsa. Demək, sifət testini işləyə bilmək üçün çox əzbərçiliyə əsaslanan bir dərsdir. Qayda dəftərinizdə açırsınız, bir-bir onların göstəricilərini əzbərləyirsiniz, ondan sonra testini işləməyə başlayırsınız. Elə birinci testin özündən başlayaq. Ümumiyyətlə, sifətdə belə bir yanaşma var ki, müqayisə dərəcəsi isə ya R artırırsan, ya mor artırırsan, üstünlük dərəcəsində isə ya S, ya da most əlavə edirsən. Amma biz, uşaqlar yadda saxlayın ki, ikisini bir yerdə artıra bilmərik deyə. Ona görə biz testlərdə ikisi bir yerdə olan variantları çıxmalıyıq. Məsələn, Y variantı qətiyyən ola bilməz, D variantında həm mor, həm R ola bilməz. Və A, B, C variantı arasında qalanda bilməlisiniz ki, əgər Z artiklı verilirsə, demək ki, üstünlük dərəcəni istəyir bizdən. Çünki biz ümumiyyətlə dərəcələnməyə keçəndə öyrənmişik ki, müqayisə dərəcəsi, yəni R ilə düzəlir, üstünlük dərəcəsi də S ilə düzəlir və həmişə də qarşısında mütləq şəkildə artikl olmalıdır. İkinci sualda very var. Very özü həmişə adi dərəcə istəyir deyə A variantını götürəcəyik. Üçüncü cümlədə zən var. Zən varsa müqayisə dərəcəsi olmalıdır. Müqayisə dərəcəsi isə ya R, ya morla düzəlir. Ona görə bu variantların hamısı çıxır. A, D arasında qalırıq və bilirik ki, həm mor, həm R ikisi bir yerdə işlənə bilməz deyə düzgün cavabımız A variantı qalır. Qalaya bilmədim. Dördüncü sualda yenə zən var. Yenə ya R, ya mor axtarırıq. Baxırıq ki, bir dənə variantımız var. Beşinci sualda yenə zən var, amma biraz fərqlidir. Çünki kökündən dəyişən sifətlər var burada. Bu dəqiqə yadımıza good, better, the best, bad, worse, the worst, little less, the least. Yəni ortanı, müqayisəni tapmalıyıq deyə. Goodla bad adi dərəcəlidir, best üstünlük dərəcəsidir, worst üstünlük dərəcəsidir, A variantı qalar avtomatik olaraq. Ümumiyyətlə yadda saxlayın ki, müqayisə dərəcəsinin tərcüməsi dahadır, üstünlük dərəcəsinin tərcüməsi isə əndir. Məsələn, good yaxşıdır, better daha yaxşıdır, the best isə ən yaxşı deməkdir. 6 çox sadədir, əzəzin ortasında adi dərəcə gəlir, cümlədə zən varsa mütləq şəkildə müqayisə dərəcəsi olmalıdır, C variantı. Birdən deyərsiniz, match niyə vermirik? Çünki match özündən sonra müqayisə istəyir. Yəni, much more interesting olsaydı, əslində D variantına götürə bilərdik. Zən varsa müqayisə dərəcəsidir, sorğusuz, sualsız. Əzəzin ortasında həmişə adi dərəcə işlənir. Əzəzin ortasında həmişə adi dərəcə işlənir. Əzəzin ortasında adi dərəcə işlənir. Əzəzin ortasında adi dərəcə işlənir. Yenə də 12-də. 13-cü sualda isə zən var cümlədə. Ya mor, ya da R olan variant seçməliyik. Baxıram ki, heç birində yoxdur. C variantında isə həm mor, həm də R ikisi bir yerdə ola bilməz deyə A variantı doğru cavabdır. 14-cü sualda yenə zən var. Zən ya R, ya morla düzəlir. D variantı doğru cavabdır. 15-ci sualda yenə zən var. R-lə düzələcək. Əzəzin ortasında adi dərəcə gəlməlidir. 17-ci sualda zən varsa ya R, ya mor olmalıdır. Morla R, amma ikisi, yəni bir sifət iki dəfə dərəcələnə bilməz. Ona görə Y variantı doğru cavabdır. 18-ci sualda yenə zən var. Zən varsa müqayisə dərəcəsidir. 19-cu sual çaşdıra bilər, çünki heç bir göstərici yoxdur. Amma sifətin canı da bilirsiniz nədir uşaqlar? Təkdə olan, sayıla bilən ismin qarşısında mütləq artikl işlənməlidir. Bunu bir sırğa kimi qulağınıza saxlayın. Ona görə məsələn bu variantların hamısı çıxır, çünki artiklı yoxdur. Qalırsınız Y ilə D-nin arasında, çünki ikisində artikl var. Y variantını ona görə seçə bilmərsiniz ki, best ən yaxşı deməkdir. Silent-dakı sakit deməkdir. Ən yaxşı sakit biraz mənaya uyğun gəlmir deyə ona görə D variantını götürürük. Zən olanda müqayisə dərəcəsi olur. Baxıram ki, D variantı əl oturur burada. Çünki morla R ikisi bir yerdə ola bilməz. 21-ci sual da çox sadədir. 22 də çox sadədir. 23-də zən varsa müqayisədir. 24-də zən varsa müqayisədir. 25-də həmçinin A variantıdır. 26-da Y variantıdır. 27-də necə bad, worse, the worst. Və salam. Yəni deyə bilsəz bitdi, yəni və hər şey həll olunur. Məsələn, bu testdə görürsünüz, one of var. One of varsa artıq üstünlük dərəcəsidir. Çünki biz one of-u üstünlük dərəcəsinə getmişdik. Buna görə bizim üçün B variantı doğrudur. Sonra 29-da 29-u bir dənə saxlayaq. 30-dan 31-də eləyək. 30B-dir, çünki əzəz var. 31-də də yenə əzəz var deyə adi dərəcə olur. 29-cu sualda artıq çıxdaş eləyərək variantları tapmalısınız. Necə? Məsələn, as ortasında adi dərəcə gəlməli idi. Yəni, S-in burada nə iti azıb.
Sonra zen olanda, much olanda müqayisə dərəcəsi olmalı idi. Sözün özü də cleverdir, ağıllı deməkdir. Mütləq burada bir dənə er, cleverer olsaydı D variantını götürərdim. Bax görürsüz, B variantındakı kimi clever sözün köküdür, er burada şəkilçidir. Amma əzəzin ortasına adi dərəcə lazımdır axı. Cleverer C variantında da er olmalı idi. Ona görə düzgün cavabımız A variantı qalır. 32-ci suala baxıram ki, zən var. Zən olanda müqayisə dərəcəsi olur. Ona görə düzgün cavabımız B variantı olacaq. Y variantı ona görə olmur ki, uşaqlar həm mor, həm er bir yerdə işlənə bilməz. 33-cü sual C variantıdır. 34-də veridən sonra adi dərəcə gəlir. 35-də əzəzin ortasında adi dərəcə işlənməlidir. 36-da sadəcə deyir ki, sifətlər olan cərgəni seç. Əlbəttə ki, different olacaq. Çünki o birisi sözlərin mənası məsələn city şəhər, car maşın, sofa divan, village kənd deməkdir. 37-ci sualda zən var. Zən varsa müqayisə dərəcəsi olmalıdır. Və müqayisə dərəcəsi olan variant bad, worst, worst olacaq əlbəttə ki. 38-ci sualda cümlədə one of var. One of varsa düşünmədən üstünlük dərəcəsini yazacağıq. 39-cu sualda yenə one of var. Üstünlük dərəcəsini yazacağıq. 40-cı sualda isə zən var. Zən olanda müqayisə dərəcəsi olur. 41-ci sualda so var. So-dan sonra həmişə adi dərəcə gəlir. To, so, such, very, rather, quite, enough, as, so as. Hamı belə əzbər bilməlidir o qaydanı. 43-də yenə əzəz var, adi dərəcə olmalıdır. 44-də əzəz var, adi dərəcə olmalıdır. 45-də zən var. Zən olanda müqayisə dərəcəsi olur. Düşünmədən A variantını götürürəm. Çünki digər dərəcələr üstünlüyü adi dərəcədir. 46-cı sual maraqlıdır artıq. Demək, cake-ə baxırıq. Çünki heç bir göstərici yoxdur ki, biz onu görək orada. Cake də tort deməkdir, isimdir, təkdədir, mütləq qarşısına artikl olmalıdır. Artikl olan variant isə yalnız Y variantındadır. 47-də one of var. One of varsa üstünlük dərəcəsidir. Y variantı düz doğru cavabdır bizdə. 48-də season fəsil deməkdir. Sayıla bilən isimdir, təkdədir. Qarşısına mütləq artikl olmalıdır deyə B variantını yazırıq. 49-cu sualda isə heç bir göstərici yoxdur yenə. Demək, işimiz qaldı yalnız çıxdaş eləməklə variantı tapmağa. Məsələn, Y variantına baxan kimi cleverer görürəm. Çünki sözün özü cleverdir. Ümumiyyətlə, bu sözün özündə sonu erlə bitir deyə, bu uşaqlar çaşsın deyə verirlər də bunu. Demək, ona görə, məsələn, Y variantına bilirsiniz ki, veridən sonra adi dərəcə gəlməli idi, çıxdı. B variantında morla er ikisi bir yerdə işlənə bilməz. B variantı çıxdı. D variantında much clever yox, much cleverer olmalı idi. Ona görə D variantı çıxdı. Aynen C arasında qalırsınız. Baxıram ki, E artiklı ilə most işlənməz. Most üstünlük dərəcəni bildirir. O Z artiklı ilə işlənir deyə C variantı doğru cavabdır. 50-ci sual da eyni tipdir. Place sözü isimdir. Sayıla bilir. Yer, məkan deməkdir. Təkdədir. Ona görə artikl olan variant seçəcəyik yenə. Çünki ingilis dilinin qanunudur da, yəni bu sayıla bilən, təkdə olan ismin qarşısına mütləq artikl işlənməlidir. C ilə D arasına qalıram. Baxıram ki, C variantı deyir ki, ən gözəl gözəl, ən yaxşı gözəl. O nə deyir? Elə ən gözəl deyərəm də. Aha, 51-ci sual yenə uşaq oyuncağı, adi dərəcə. 52-də yenə bax, uşaqlar isim var. İsim təkdədir, sayıla bilən isimdir. Qarşısında mütləq artikl olmalıdır deyə Y variantı doğru cavabdır. 53-də artıq göstəricimiz var. Zən olanda müqayisə dərəcəsi olur. Ona görə nicer. 54-də yenə zən var. Ona görə better yazılı göstərəcəm. Çünki müqayisə. Bu da asan deyilmiş. Əzəzin olanda adi dərəcə, zən olanda müqayisə dərəcəsi. 57-ci sual yenə eyni şəkildə isim varsa qarşısına mütləq artikl olmalıdır. Artikl olan variantda görürsünüz ki, bir dənə C variantıdır. 58 ilə 9 biraz çaşdıra bilər bizi, nə mənada? Məsələn, baxın, Y variantına baxın. Muchdan sonra A dərəcə gəlməz uşaqlar. Much difficult yox, much more difficult olmalıydı. Ona görə Y variantını çıxırıq. C variantında mostun qabağında mütləq Z artiklı olmalıydı, çıxdı. Əzin bir qolu var, amma bir qolu yoxdur deyə çıxdı. Qaldım A ilə B arasında. İndi demək ki, burada ya Allah deyib birini götürməlisiniz, ya da tərcümə eləməlisiniz. Deyir ki, imtahan mən gözlədiyim daha çətin deyildi, yoxsa mən gözlədiyim kimi çətin deyildi. Əzəzin ümumiyyətlə yadınızda saxlayın ki, tərcüməsi kimi deməkdir. More difficult isə daha çətin deməkdir. Yəni, mən gözlədiyim kimi çətin deyildi desəz daha yaxşı olar. 59 da eyni tipdir. Məsələn, mostun qabağında mütləq Z olmalıydı deyə A variantı çıxır. Sonra more profitable, as bir də the most profitable. Qanun hamısı uyğun gəlir. Deyir ki, layihə mən hesabladığım
kimi gəlirli deyildi. Yəni burada da tərcümə kimi olmalı idi deyə ona görə o variantı götürürük. Aha, gəlirəm one of olanda üstünlük dərəcəsi olmalıdır. One of olanda üstünlük dərəcəsi olmalıdır. Ondan sonra 62-də a little-dan sonra müqayisə dərəcəsi olmalıdır. Very-dən sonra uşaqlar adi dərəcə olmalıdır. Ona görə müqayisələri çıxdı. İkinci tərəfdə isə zən var. Zən olanda isə müqayisə dərəcəsi olmalıdır deyə düzgün cavabımız A variantı olur. C də ona görə olmur ki, bir cümlədə həm more, həm də er ikisi bir yerdə ola bilməz. 64-cü sualda very-dən sonra demək gəlib bizə adi dərəcə. Yenə o birisi test kimi idi elə. Zən də yanında müqayisə dərəcəsi olmalıdır deyə C variantı doğru cavabdır. 55-ci sualda, 65-ci sualda ikinci tərəfdə zəni görürəm. Zəni görən kimi bilirəm ki, ikinci tərəfdə mütləq müqayisə dərəcəsi olmalıdır və elə bir dənə C variantındadır müqayisə. 66-da yenə zən var. Yəni görürəm ki, ikinci nöqtələrdə də zən. Demək, ikinci tərəfdəki sifət müqayisə dərəcəsində olmalıdır. Longer kuruluram. Y variantı ona görə olmur ki, uşaqlar bir cümlədə həm more, həm də er ikisi bir yerdə işlənə bilməz. Ona görə düzgün cavabımız elə C variantıdır. 67-ci sualda have ever, has ever, had ever olanda üstünlük dərəcəsi olur deyə B variantını götürürük. 68-ci sualda a little-dan sonra müqayisə dərəcəsi gəlməlidir deyə longer olmalıdır orada. Çünki biz bilirik ki, long az hecalı sözdür, bir hecalı sözdür. Yəni ona more artırmağımız çox yersiz olar. R-lə düzələndə o. 69-cu sualda to var. Uşaqlar, demək to nə deməkdir? Həmçinin deməkdir, həddindən artıq deməkdir. İki mənada işlənir, amma to özündən sonra həmişə adi dərəcəni istəyir deyə easy olan variantları götürürəm və ikinci tərəfdə baxıram ki, more difficult, birində də most difficult yazılıb. Most difficult sifətin üstünlük dərəcəsindədirsə, bəs hanı onun artiklı? Ona görə Y variantı ola bilməz. Düzgün cavabımız uşaqlar B variantıdır. 70-ci sualda yenə to-dan sonra adi dərəcə gəlməlidir. Yəni simple olan variantları götürürük. İkinci tərəfdə də yenə Y variantında əgər sifətin üstünlük dərəcəsidirsə, hanı onun Z artiklı? Buna görə C variantı doğru cavabdır. 71-dədir ki, Norveç, İsveçrə. Demək, iki şey nə edir? Müqayisə edir, düzdürmü? Zən olanda müqayisə dərəcəsi olmalıdır, yəni more beautiful olmalıdır. Əz-əzin ortasında müqayisə dərəcəsi gələ bilməz. C variantı ola bilər. Əz-əzin ortasında üstünlük dərəcəsi də işlənə bilməz. Əzin bir qolu var, amma bir qolu yoxdur deyə B variantı da ola bilməz. 72-ci sualda ofol var. Ofol olanda üstünlük dərəcəsi olur. A variantı doğru cavabdır. 73-də yenə ofol var. Yenə üstünlük dərəcəsi olmalıdır. D variantı. 74-cü sualda zən var. Zən olanda müqayisə dərəcəsi olmalıdır. Better ola bilər. Ola bilər, indi mən hansısa testdə gözümdən yayınar. Burada mən prosta bir şey, mənə dünən bir uşaq testi atmışdı. O test nəsə qarşıma çıxmadı. Ona görə biraz elə bildim ki, inşallah ki, çıxar indi. 75-ci sualda deyir ki, temperature is not as it was last week. Yəni, keçən həftəki kimi isti deyildi də. Demək, burada çıxdaş eləməlisin. So-dan sonra adi dərəcə gəlməlidir. Hot bir hecalı sözdür deyə more-dan düzələ bilməz. So, hot, zən. So, həm də zən bir yerdə gələ bilməz. Axı, so adi dərəcə işlənir, zən müqayisə dərəcəsi istəyir. Maçdan sonra da uşaqlar müqayisə dərəcəsi olmalıydı. Yəni, maç hotter olmalıydı. D variantı doğru cavabdır. Yəni, çıxdaş eləyib tapdım. Heç bir burada əlavə effort sərf eləmədim. Sonra 76-cı sualda zən var. Zən olanda müqayisə dərəcəsi olur. Many ilə maç adi dərəcədə də çıxdı. Few adi dərəcədə də çıxdı. Qaldım C ilə Y arasında. İndi baxıram ki, we eat less than we used to because we are trying to stay healthy. Sağlam qalmaq, to stay healthy-dir. Zərf dərsində keçəcəyik ki, uşaqlar to be, to feel, to become, to turn, to stay. Bunlar özlərindən sonra zərf yox, sifət istəyirlər deyə C variantını götürəcəyik. 77-ci sualda zən var. Çox xahiş edirəm, hamı qayda dəftərinə yazsın, bir dənə bu qaydanı yazsın. Elder, üstə gəlsin, zən olmaz. Yəni, elder olan cümlədə zən ola bilməz. Older olar, ha. Older başqa şeydir, elder başqa şeydir. Older, bilirsin nədir older? Daha yaşlı deməkdir, amma elder başqa söhbətdir. Nəysə də, uzun sözün qısası, zən varsa müqayisə dərəcəsi olur. Demək, elderlə zən, bu qayda dəftərində baxanlar hamının qayda dəftərinə baxacam, görüm, elder üstə gəzən yazıblar. 78-ci sualda yenə zən var. Deyir ki, Mike'ın 16, Kate'in 13 yaşı var. Beləliklə, Kate 3 yaş, Mike'dan balacadır da. Younger yazacağım. Aha. Younger yazacağım. Oy, nə oldu buna?
younger yazacağam. 79-cu sualda isə her var. Ümumiyyətlə yazı saxlayın ki, uşaqlar işarə yəlik əvəzliklərindən sonra artikel gələ bilməz və they sözü isimdir. Aha, baxıram ki, busy as-hecalı söz deyə mordan düzələ bilməz. Sonra əzin bir qolu var, bir qolu yoxdur. Bir söz həm mos, həm də s-lə də düzələ bilməz. Həm mos, həm də r-lə də düzələ bilməz deyə D variantı. Yəni bir sifət bir dəfə dərəcələrdə, 2 dəfə yox. Burada isə zəm var. Nə olanda müqayisə dərəcəsi olur uşaqlar. Birinci tərəfdə hamısı müqayisədir, amma little A dərəcədədir. Sonra few liman ilə işlənə bilməz, axı few ancaq cəm isimlə işlənir deyə A, B, C arasında qalırsınız. Sonra deyir ki, mən deyir çox az pul xərclədim səndən, çünki mən aldığım paltarlar I bought were not so expensive as yours. Səninkilər kimi bahalı değildi. Yəni kimi mənasını verdiyinə görə B variantını götürəcəyik.